Ağsuda Respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsi bərbad vəziyyətdədir. Sakinlər uzun illərdir ki, bu yoldan əziyyət çəkirlər. Onlar dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, bugünə qədər heç bir iş görülməyib. Ən çox baş çətinliyi baba bura neçə kilometr mən bilmirəm. Deməli Gürsüləyə çatmamış. Burada körpü var. Bu körpü bərbad haldadır, üstü. Deməli gedirsən, verməlisən ancaq birinci skorsa, yavaş-yavaş getməlisən, sonra qalxırsan, təzədən yağmaya düşüb, təzədən düzəlirsən yola. Bura Respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən ərazisidir. Son aylar buradan intensiv hərəkət edən sürücülər çətinliklərlə üzləşirlər. Səbəb iki zolaqlı yolun hərəkət hissəsində asfalt örtüyündə qabarmalar və çökmələrin əmələ gəlməsi, asfalt örtüyünün deformasiyaya uğramasıdır. Bu da sürücülərin narazılığına səbəb olur və yol hərəkətinin təhlükəsizliyinə müəyyən mənada təsir göstərir. Hər gün mən Göyçay, Şamaxı istiqamətində hərəkətdə oluram. Əsasən də Ağsu, Girdimançay ərazisində olan yol bərbad gündədir. Yollar, yağmalar, çökəklərdən ibarətdir. Yəni böyük maşınlar, xırda maşınlar çox çətinliklə hərəkət edirlər. Yəni bu istiqamətdə xahiş ilə tədbirlər görürüz. Vallahi həftənin 6 günü biz bu yoldan istifadə eləyirik. Yolun da vəziyyəti gördüyünüz kimi bərbad gündədir. Dağılmış vəziyyətdədir, çökəklərdir. Bu çökəkdən qaçırdırsan, maşınla üzbəyəz gəlirsən, təhlükə yaradırsan. Ona görə təmir olunsa daha gözəl olar. Yolda sıx hərəkət edən minik maşınları ilə bərabər iri tutumlu yük avtomobilləri də Ağsuçay yatağında olan karyerlərdən material daşıyır. Sözsüz ki, belə ağır tonnajlı avtomobillərdə onsuz da nahamar olan yolları daha da keçilməz edir. Bu isə digər sürücülərlə yanaşı yolun kəndlərdən keçən hissəsində piyadaların da işini çətinləşdirir. 67 ildir də, anadan olandan bu kənddə yaşayıram. Məsəl üçün, bundan əvvəl də bu Sovet hökumət dövründə, ondan sonraki illərdə yaxşı idi. Bu 5-10 il ərzində bu yollar bu hala düşüb. 5-10 il ərzində bu yollar bu hala düşüb. Bir dəfə o vaxtı 5 il bundan əvvəl, 6 il bundan əvvəl buranı remont elədilər. Ondan sonra da elə çox remont eləyirlər, qalan qalır. O da gəlir ağır maşın, nədir, yumuşaq şeydir, üstünə çıxan kimi yatır, olur gəlir, çala çökür. Maşınlar gəlir, 6 dəyər maşınları. Stroydan çıxardır maşınlardır. Heç bilmirəm, heç kimin maşınında, amma neçəsi orada yama vardı, ona dəyib stroydan çıxardıb Allah altını. Piyadalara da təhlükə yaradır, əlbəttə ki. Hərəkət eləyə bilmir, hərəkətini itirir, çıxır yoldan qırağa. Piyadalar da təşvişə düşür də, qorxur, nə bilmən. Və yaxud da ki, mal heyvan keçir yoldan, hamısı təhlükədir. Magistralda problemlərdən biri də yolun hərəkət hissəsində xətlənmə nişanlarının olmamasıdır. Onsuz da kifayət qədər bərbad və çala-çökəkli olan yollarda bu xətlərin olmaması və ya silinməsi sürücüləri xüsusilə gecə saatlarında, həmçinin yağmurlu havalarda çətin vəziyyətlə üz-üzə qoyur. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli açıqlamasında bildirib ki, sözügedən yolda yaxın günlərdə işlərə başlanılacaq. Qabarmaların və çökmələrin müşahidə olunduğu ərazilərə texnika və canlı qüvvə cəlb olunacaq. Yol yatağında eroziyaya uğrayan torpaq kütləsi ərazidən kənarlaşdırılacaq. Yeni material töküləcək, yol örtüyü frezlənəcək və əraziyə yeni asfalt qatı salınacaq. Bütün bu tədbirlərdən sonra həmin hissələrdə yaranan problemlər tam aradan qaldırılacaq. Yolda xətlərin olmamasına gəldikdə isə Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, Respublika ərazisində nişanlanma xətlərinin çəkilməsi və yol nişanlarının quraşdırılması mərhələli şəkildə həyata keçirilir. Onun sözlərinə görə, sözügedən ərazidə də yaxın vaxtlarda bu istiqamətdə müvafiq işlər icra olunacaq. Xatırladaq ki, Bakı-Şamaxı-Yevlax magistralı ölkənin əsas avtomobil yollarından biri olmaqla həm regionlar arası əlaqənin təmin edilməsində, həm də turizm marşrutlarının rahat istifadəsində mühüm əhəmiyyət kəsb edir. Ümid edək ki, aidiyyatı qurumlar hərəkətə keçənə qədər kimsə yolsuzluğun qurbanına çevrilməyəcək. Aqil Əsədov, Rəvan Aqiloğlu, Ülviyə Orucova.